Salam əziz izləyicilər. Bu ağac gövdəsinin rənginə baxın. Deməli bu yanmış bitki yağıdır. Mətbəxdəki kartof filan qızardandan sonra qalır. O yağı gətirib bunun gövdəsinə çəkirəm. Bunun effekti bir qədər yaxşıdır əhəngdən. Çox qalır, yağı şüyə bilmir də, qalır. Və bir də bir maraqlı cəhəti var ki, bunu təzə-təzə çəkəndə bir həftə ya 10 gün qarışqa çıxa bilmir. Qarışqa daraşan ağaca çəkmişəm və hardasa bir həftə müşahidə eləmişəm ki, qarışqa çıxa bilmir. Qarışqalar rədd olub. Amma müəyyən bir gün sayından sonra izləyə bilmədim də, yenə başladılar çıxmağa. Deməli, bir qədər də qarışqaya əngəl olur. Qarşısını alır, ağac nəfəs ala bilir qarışqasız. Bu payız-qış mövsümündə ağaca bax belə yağ çəkməyin məncə effekti var. Çünki göbələk xəstəliyi orada yayıla bilmir. Yoluxmur ağacın qabığı göbələk xəstəliklərinə. Bunun özü də bir profilaktik tədbirdir. Amma əhəng də çəkmək lazımdır. Əhəng payızda və yazda əhəngləmək lazımdır. Nə yaxşıdır, sünməmiş əhəngi söndürüb, yəni su ilə qarışdırıb, süzüb, sonra vurasız, o daha effektli olur. Belə bunu demək istəyirdim. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərə dək.